Mən doğulandan bəri günahkaram. Ana bətnindən belə təqsirkaram. Sən isə ürəkdə düzlüyün olmasını istəyirsən. Mənə daxilən hikmət öyrət. Məni zufa ilə pak et, təmiz olum. Məni yuv, qardan dağ olum. Zabur 51:5-7. Günahkar olduğunu dərk etməyi məni sevindirir. Çünki təmiz ürəklərdə ancaq mən məskən salıram. Mən sənə yeni ürək vermək istəyirəm. Mən daxilinə yeni ürək qoymaq, sənə qaydalarıma görə yaşamağı öyrətmək istəyirəm. Təmiz ürəkdən gələn tövbə duası mənim üçün bayram nəğməsinə bənzəyir. Həzin musiqi kimi padşahlığımı bürüyür. Sevinç və şadlıq gətirir evimə. Gün batmadan edilən dua inciklik və ağrının növbəti günə keçirmir. Bilirəm, sənə indi bəzi şeylər asan gəlmir. Dərin tövbə üçün qürurun sınmalıdır. Məqsədim səninlə olan günahı məhv etməkdir, səni deyil. Onun üçün indi gecikmədən taxtımın qarşısına gəl. Cəsarətli ol. Çünki yalnız cəsarətli olanlar həyat tacını alacaqlar. Kimin nə düşündüyünü deyil, mənim padşahlığımı düşün. Gəl yanıma. Mən səni yuyacağam. Gəl, mən səni zülfa ilə pak edəcəyəm. Gəl, mən sənə öz ruhumu verəcəyəm. Gəl, mən sənə təmiz paltar verəcəyəm. İndi vaxtında gəlməsən, sonra hökm üçün qarşıma gətiriləcəksən. Mən bunu istəmirəm. Mən səni sevirəm və buna görə də itirmək istəmirəm. Əzizim, balam, gəlirsənmi?